Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib. Özü kirayədə qalıb, amma yaşlı 3 qadını himayəsinə götürmüşdü. 25 yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğruna mübarizə aparır. Allahın rəhmi gəlsin deyə o qeyd edib.